Salam əziz 4-cü siniflər. Bugün keçirilən bilik yarışının suallarının izahına gəlin birlikdə baxaq. Ümid edirəm ki, hər birinizin imtahanı yaxşı keçmişdir. Başlayırıq 21 nömrəli sualdan. Deyir ki, ən böyük 4 rəqəmli cüt ədəd ilə ən kiçik 3 rəqəmli tək ədədin cəmini tapın. Ən böyük 4 rəqəmli cüt ədədi yazarkən bizə burada müxtəlif rəqəmli demədiyinə görə ədədi başlayıram böyükdən kiçiyə, böyükdən başlayaraq düzməyə. 4 rəqəmi dediyinə görə sonunu cüt ədəd gətirməliyim. Çünki cüt ədədlərin sonu 0, 2, 4, 6, 8 ilə bitir. Deməli, ən böyük 4 rəqəmli cüt ədədimiz oldu 9998. Ən kiçik 3 rəqəmli cüt ədədimiz də olacaq 101. Onlara rəqəmlər müxtəlif demədiyinə görə işimiz lap asandır. Bunların cəmini tapmaq üçün 8-in üstünə 1 gəlirəm 9, 9-un üstünə 0 gələndə 9, 9-un üstünə 1 gəlirəm 10, 0 yazdım 1 yadda, 9 var idi, 1 də yadda oldu. 10.099, 21 nömrəli sualda cavab A variantı. Davam edək 22 nömrəli sual ilə. Deyir ki, o hansı ədəddir ki, 4 dəfə azaldıb üzərinə 70 əlavə etsək 110 alınır. Ədədi x olaraq qəbul elədim. 4 dəfə azaldıb dedikdə 4-ə böldüm. Üzərinə 70 əlavə etdikdən görə topladım və bərabər alındı 110. Buradan x bölünsün 4-ü tapmaq üçün 110-dan 70 çıxırıq. Alınır 40. X-i tapmaq üçün isə 40-ı vururam 4-ə. O da eləyir 160. 22 nömrəli sualda cavab oldu C variantı. Davam edək 23 nömrəli sualla. Ədədlərdən neçəsi 4-ə bölünür? 4-ə bölünmə əlaməti gəlin xatırlayaq. 4-ə bölünməsi üçün ya ədədin son 2 rəqəmi 0-la bitməlidir, ya da son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir ki, ədədin özü 4-ə bölünsün. Birinciyə baxırıq, son 2 rəqəmi 0-dır, deməli 100 4-ə bölünür. İkinci, 2032, son 2 rəqəmin əmələ gətirdiyi ədəd neçədir? 32. 32-nin 4-ə bölündüyünü iş vahidi tapa bilərik. Deməli, 2032 ədədi 4-ə bölünəcək. 1067, son 2 rəqəminə baxıram, 67 4-ə bölünmür və 0-la bitmədiyinə görə bölünməyəcək. Həmçinin 1309 ədədi bölünmür, amma 4004 ədədinə baxın, son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-dürmü? Əvvəldə yazılan 0 sayılmır. Ona görə 4 4-ə bölünür deyə ədəd 4-ə bölünəcək. Həmçinin 6900, son 2 rəqəmi 0-dır, ədəd 4-ə bölündü. Deməli 1, 2, 3 və 4 ədədimiz deməli saysaq sayın soruşur bizdən 4-ə bölünəcək. 23 nömrəli sualda cavab oldu A variantı. 24 nömrəli sual ilə davam edirik. Deyir ki, 926 ədədinin 2 və 6 rəqəmlərinin mərtəbə vahidlərinin hansı neçədir? 2 rəqəminin mərtəbə vahidi olacaq 20, 6 rəqəminin mərtəbə vahid təkliklər olduğuna görə 6. Məndən hasili soruşur, 20 vurulsun 6, o da elədi 120. 24 nömrəli sualda cavab oldu C variantı. Davam edirik. 25 nömrəli sualda bizə deyir ki, 1 kiloqram unun qiyməti 1 manat 20 qəpikdir. Gəlin bütün manatları qəpiyə çevirək, onda bizim üçün hesablamaq daha asan olacaq. 1 kiloqram unun qiyməti 1 manat 20 qəpikdirsə, mən bilirəm ki, 1 manat neçə qəpikdir? 100 qəpikdir. O zaman deyirəm ki, 1 kiloqram unun qiyməti 120 qəpikdir. 4 kiloqram un alıbdırsa Səid, onda görə 1 kiloqramın qiymətini 4-ə vururam. 4-ü 120-yə vururam, olur 480 qəpik. Deməli, 4 kiloqram un üçün 480 qəpik ödəməliyim. Yəni, dolayısıyla 4 manat 80 qəpik. Amma Səid satıcı 2 ədəd 10 manat verib. 2 ədəd 10 manat eləyir 20 manat. 20 manat da eləyir 20 dənə 100 qəpik. Yəni, 2000 qəpik. İndi mən 2000 qəpiyin içindən 480 qəpiyi çıxacam ki, alım görək neçə qəpiyim qalır. 2000-dən çıxıram. 480-i cavab olacaq 1520 buradan qeyd edirəm. 1520. 1520 bizdə qəpikdir. Mən qəpiyi manata çevirəndə 1500 qəpiyi götürürəm 15 manat. Yerdə qalan 20 qəpik də qəpik olaraq bizə qaytarılır. Cavab olacaq 15 manat 20 qəpik. 25 nömrəli sualda cavab B variantı. 26 nömrəli suala baxırıq. Deyir ki, buradan yazın. Deyir ki, 3 ədədin cəmi 2976-dır. Toplananlardan biri 1096, digər iki toplanan isə bir-birinə bərabər. Kimi sadə bir tənlik quraq, bu qaydada qura bilərik. A üstəgəl A üstəgəl 1096 bərabərdir 2976. Bu iki toplananı eyni götürdüm. Üçüncü toplanan məchul deyil, o bizdə var. Bu iki dənə toplananı eyni toplayanda A-nı işarələmişdim 2A. 2976-dan da çıxıram 1096-nı eləyir 1880. A-nı da tapmaq üçün burada yenə ədədlərdən birini tapmaq üçün 1882-yə bölürəm. eləyir 940.
Cevap oldu 26 nömrəli sualda B variantı. 27 nömrəli sual. Bize deyir ki, burada ulduzun yerine elə bir ədəd yazın ki, doğru bərabərlik alınsın. Mən sağ tərəfə baxıram. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması dərsinə aiddir bu. 23-ü ortaq vuruq kimi çıxarsam alıram 135, üstə gəl 127. Deməli, məndə burada ulduzun yerinə nə dayanır? 23. 27 nömrəli sualda cavab oldu A variantı. Davam edək. 28 nömrəli sual. Bizə deyir ki, satıcı 50 ədəd, biri 75 manat olan köynək. Yəni 50 vurulsun 75. 23 ədəd, biri 45 manat olan jaket. Yəni 23 vurulsun 45. 5 ədəd, biri 125 manat olan kostyum. 5 vurulsun 125. İndi məndən soruşur ki, satıcının gün ərzində neçə manatlıq məhsul satdığını tapın və onu yüzlüklərə qədər yuvarlaqlaşdırın. Gəlin əvvəlcə bu hesablamaları aparaq. 50-ni 75'e vururuq. Alınır 3750. 23'ü 45'e vururuq. 1035. 5'i 125'e vururuq. 625. Bu üçünü birlikte toplayırıq. Yazıram 3750. Üstə gəl 1035. Üstə gəl 625. Bunlar üçün bir yerde toplayanda bize verir 5400. 5410 bizim cevabımız değil. Çünkü bize deyir ki, yüzlüklere kadar yuvarlaklaştırın. Gəlirik yuvarlaklaşdıraq. Təklik, onluq, yüzlük. Yüzlüyümüz 4'dür. 4'dən sağda dayanan ədədə baxıram. 1'dir. O zaman əlavə etməyə ehtiyac yoxdur. Cavabımız olacaq 5400. A variantı 28 nömrəli sualda cavab oldu A variantı. Davam edək 29 nömrəli sual. Burada deyir ki, tənliyi həll edin. Əvvəlcə x üstə gəl 56 bölünsün 2-ni tapaq. X üstə gəl. Buradan qeyd edirəm. Bölünsün 2 bərabərdir. X üstə gəl 56 bölünsün 2 bizdə çıxılanı yerində əvəz edir. Ona görə azalandan fərqi çıxıram ki, çıxılanı tapım. 4963-dən çıxanda 2963 alındı 2000. 2000'i də 2'ye vurmalıyam ki, gəlim x üstə gəl 56'nı tapım. X üstə gəl 56 olacaq 4000. X'i də tapmaq üçün 4000'dən çıxmaq lazımdır 56'nı. O da eləyəcək 4000 çıxılsın 56. X də bərabərdir 3944. 29 nömrəli sualda cevap oldu A variantı. 30 nömrəli sual. 30 nömrəli sualda deyir ki, düz bucağın 1/10 hissəsi açıq bucağın 18/5 hissəsindən neçə dərəcə kiçikdir? Düz bucaq 90 dərəcədir. 90 dərəcənin 1/10 hissəsini tapmaq üçün ona bölüb 1'e vurmaq lazımdır. Bu bizdə eləyəcək 9 dərəcə. Açıq bucaq 180 dərəcədir. 180 dərəcənin 18'də 5 hissəsini tapmaq üçün 18'e bölüb 5'e vurmaq lazımdır. Bu da edir 50 dərəcə. Dolayısıyla bizdən soruşur ki, 9 dərəcə 50 dərəcədə neçə dərəcə kiçikdir? 50'dən 9'u çıxıram, o da eləyir 41. Cavab oldu D variantı. 30 nömrəli sualda cavab D variantı. Daha sonra 31'e baxırıq. Deyir ki, 2 kvadratın birləşməsindən düz bucaqlı alınmışdır. Düşünün ki, baxın, şəkil sizin üçün çəkirəm. Belə bir şəkil fərz eləyirik. 2 dənə kvadrat birləşibdir. Gəlin buradan yazaq. Daha yaxşı görünsün. Düşünün ki, bu 2 dənə kvadratdır. Bunların birləşməsindən bir dənə düz bucaqlı alınıbdır. Kvadratın sahəsi 36'dır. Deməli, bunun tərəfi 6 olur mu? S bərabərdir A kvadratıdır. Əgər A kvadratı bərabərdir 36-dırsa, deməli, kvadratın tərəfi olacaq 6. Nə? 2 dəfə öz-özünə vuranda 36 eləyir. 6'nı. Deməli, digər kvadratın da tərəfləri 6'dır. Ortada yazılan hissə mənə lazım deyil, çünki məndən perimetr istəyir. Bu 2 kvadratın birləşməsindən alınan, bax, bu düz bucaqlığını perimetrin bizdən istəyir. Perimetr bərabərdir 2 vurulsun, yan tərəflərin cəmi. 6 üstə gəl. Buradan bura qədər bizdə elədi. 12. 12'nin üstüne 6 gələn 18, 18'i 2'ye vururuq, bərabərdir 36 santimetr. Burada vahidlərə diqqət eləmək lazımdır. Bizə santimetrlə verib, millimetrlə soruşur. 1 santimetr bərabərdir 10 millimetrə. Ona görə 36 santimetri millimetrə çevirəndə 36'nı vururam ona. O da eləyir 360 millimetr. 31 nömrəli sualda cavab oldu C variantı. Davam edək. 32 nömrəli sual. Aşağıdakı nöqtələrdən hansı x oxu üzərində yerləşir? Əgər bir nöqtə x oxu üzərində yerləşirsə, deməli onun y-i sıfırdır.
Y də bizdə ikinci yazılan ədədləri göstərir hər zaman. Koordinat yazarkən məsələn A nöqtəsi yazıram, x, y. Hər zaman birinci x-in koordinatı, ikinci y-in koordinatı yazılır. Əgər bir nöqtə x ox üzərindəsə, deməli onun x-i var, amma y-i sıfıra bərabərdir. Yəni mən y-in də sıfır olan bir koordinat axtarıram, o da olacaq A variantı. Devam edirik. İndi keçirik 33-ə. Bizə deyir ki, xaricdən toxunan iki çevrənin radiusları. Gəlin şəkli gözümüzdə canlandıraq. Görək necə bir şəkildən söhbət gedir. Düşünün ki, bu cür şəkil var. İki çevrədir. Onlar xaricdən toxunurlar. Bu çevrələrin radiusları 5 və 7-dir. Düşünün ki, bu çevrənin radiusu 5-dir. Bu çevrənin radiusu isə 7-dir. Məndən soruşur ki, bura A olsun. Özümdən yazıram. Burada B olsun. Çevrələrin mərkəzləri arasında, yəni AB arasındakı məsafə nə olacaq? 5 ilə gəl 7 bərabərdir 12 santimetr. Cavab olacaq C variantı. 33 nömrəli sualda cavab C variantı. 34 nömrəli suala keçək. Deyir ki, 5 eyni kisədə 2400 kiloqram kartof var. Əgər 5 eyni kisədə 2400 kiloqram varsa, mən bir kisədə olanı tapmaq üçün 2400-ü bölməliyəm 5-ə. Buradan yazaq. 2400'ü böldüm 5'e, o da 4 düştü. 480 kilogram. Ben burada tapdım ki bir kisədə 480 kilogram kartof var. İndi mənə deyir ki 11 belə kisədə neçə kilogram var? Deməli 11 belə kisədən tapmaq üçün 480'i 11'e vurmaq lazımdır. Burada da cavab eləyir 5280 kilogram. 34 nömrəli sualda cavab oldu A variantı. Keçirik 35 nömrəli suala. Bərabər tərəfli bir üçbucaq düşünün. Biz bilirik ki, bərabər tərəfli üçbucağın bütün tərəfləri bir-birinə bərabərdir. Ona görə adı olur bərabər tərəfli üçbucaq. Əgər bərabər tərəfli üçbucağın tərəfi 76-dır, deməli bura da 76-dır. Perimetr bərabərdir 3A. Yəni 3 vurulsun 76 olsa, mən əvvəlcə bunun perimetrini tapıram. Deməli, perimetri oldu 76. Buranda 3'ü 76'ya alınır 228 santimetr. Mənə sual verir. Deyir ki, perimetri bu üçbucağın perimetrinə bərabər olan kvadrat. Deməli, hər hansı bir kvadrat var. Hansı ki, onun perimetri 4A düsturlu hesablanır. Dolayısıyla 4A bərabərdir 228'dir demək istəyir. Mən buradan kvadratın tərəfini tapsam 228'i bölürəm 4'e. O da eləyir 57. 35 nömrəli sualda cavab oldu A variantı. Devam edirik. 36 nömrəli sual. Deyir ki, sualın cavabını Sabir 0, Nazlı 786, Səma 926, Ömər 800 aldı. Kim doğru tapıb? Gəlin baxaq. Diqqətlə fikir versəz görəsiniz ki, biz adətən bilirik ki, 0-ı nəyə vursaq 0 eləyir, 0-ı nəyə bölsək 0 eləyir. Amma 0-a bölmək yoxdur. 0-ı nəyə vursam, yəni bu mötərizənin içində cavabın nə olduğu mənim üçün önəmli deyil. Cavab yenə burada 0 alınacaq. Sıfırı nəyə bölsəm, həmçinin sağ tərəfdəki böyük mötərizənin cavabının nə olmağı mənə maraqlı deyil. Hər hansı bir ədəd olacaq və sıfırı həmin ədədə böləndə cavab alınacaq 0. 786-nın da üstünə 0 gələndə cavab olacaq 786. Baxaq görə cavabı kim doğru tapıb? Nazlı. Əla. Cavab olacaq C variantı Nazlı. Sonra 37 nömrəli sual. Deyir ki, 425 + 829 toplananlarının hər birini onluqlara qədər yuvarlaqlaşdırın və cəmi hesablayın. Gəlin ayrı-ayrı yuvarlaqlaşdıraq. 425'i onluqlara qədər yuvarlaqlaşdıranda sağdakı ədəd 5 və 5-dən böyük olduqda altına xətt çəkdiyimiz mərtəbənin üzərinə 1 əlavə edirik. Cavab olacaq 430. 829'u vuruqlara yuvarlaqlaşdırsaq 10 da onluqlara qədər deyir. 9'un üzərinə 9 5'ten böyük olduğuna göre 2'nin üzerine 1 əlavə edirik. Olur 830. İndi məndən 830 və 430'un cəmini istəyir. O da eləyəcək 0, 6, 2. 1260. 37 nömrəli sualda da A variantı oldu. Devam edək. 38 nömrəli sual. Deyir ki, doğru olmayan fikri seçin. Baxaq görə hansılar doğrudur, hansılar doğru deyil. Bir variantları izah edək. A variantında deyir ki, iki nöqtədən yalnız bir düz xətt keçirmək olar. Doğrudur. 2 dənə nöqtə fərz edin, bunlardan ancaq bir düz xətt keçirmək olur. Bu doğrudur. İkincisi deyir ki, bir nöqtədə bir düz xətt keçirmək olar. Xeyr, bir nöqtədə sonsuz sayda düz xətt keçirmək olar. Yəni, en qədər bu cür düz xətt keçirməyimiz mümkündür. Bu səhvdir. Cavabımız bu olacaq. Nöqtənin ölçüsü yoxdur, doğrudur. Kəsişməyən düz xəttlər paraleldir, doğrudur. Deməli, cavab oldu B variantı 38 nömrəli sualın cavabı. 39'a baxırıq. Bizə deyir ki, azalanla çıxılanın cəmi, baxın, yazıram, azalan üstəgəl çıxılan bərabərdir 250. Daha sonra azalanla çıxılanın fərqini bizə verir. Yazıram, azalan, çıxılsın, çıxılan bərabərdir 110.
Mənə sual verdiyi çıxılanı tapın. Mən bunları tərəf-tərəfə toplasam nə olur? 2 dənə azalan, çıxılanla çıxanda getdi, qalmadı heç bir şey 0. 250 ilə 110 toplayanda elədi 360. Deməli, mənim azalanım neçədir? 180. Azalanı gətirib hər hansı bir ifadədə yerinə qoyuram. Məsələn, gətirim burada qoyum. Yazıram ki, 180 üstəgəl çıxılan bərabərdir 250. Mən buradan çıxılanı tapmaq üçün nə edirəm? 250-dən azalanı çıxıram. 180'i. Çıxılan da bərabər olacaq neçəyə? Buradan gedirik. 70. Cavab oldu 39 nömrəli sualda. A variantı. Keçək 40 nömrəli nihayət sonuncu sualımıza. Bu lap asandır. Deyir ki, 3 rəqəmli natürel ədədlərin sayı ilə 2 rəqəmli natürel ədədlərin sayını tapın. 3 rəqəmli natürel ədədlərin sayı 900. Üzərinə gəlirəm 2 rəqəmli natürel ədədlərin sayı 90. Cavab eləyəcək 990. 40 nömrəli sualda cavab B variantı. Bu qədər şagirdlər izahımız bitdi. Növbəti sınaqlarda görüşənədək. Sağ olun.